Hər kəsi doğma, əziz, azad və gözəl Xankəndidən salamlarımı çatdırıram. Biz bugün zəfər yürüşünə gedirik. Bu torpaqda olmaq, bu torpaqda olan Qarabağ Universitetində oxumaq, bu torpağın nəfəsini almaq, bu torpaqda rahat gəzmək nəyə desən deyər. Bu torpağı üçün bir çox şəhidimiz olub, bir çox qazimiz olub. Onlar qarşısında baş əyirik, həm tələbə olaraq, həm də Azərbaycanlı olaraq. Budur, Xankəndidə yerləşən Xankəndi stadionu. Bu stadion Prezident İlham Əliyevin sərəncamı ilə yaranmışdı və təmir edilmişdi. Texnikalardan, işçilərdən də görə bilərsiniz ki, Xankəndi stadionu gözəlləşdirilir. Xankəndinin gözəl təbiəti var. Xankəndidə gözəl tikinti və gözəl abadlıq işləri gedir. Biz oranın yollarında rahat gəzə bilirik. Heç bir təhlükə olmadan, heç bir təhlükə ummadan rahat gəzə bilirik. Görün, necə də gözəl, necə də qəşəng torpağı var Xankəndinin. Hər daşına, torpağına qurban olaq Xankəndinin. Yarpaqları sarı-sarı, dağları yaşıl ormanlı olan Xankəndini heç bir şəhərə dəyişmək qeyri-mümkün işdir. Çünki bu şəhər artıq azadlığın simvoludur. Azərbaycanın simvoludur. Qarabağın simvoludur. Budur, artıq yaxınlaşırıq biz zəfər paradı keçirilən yerə. Görün, necə də gözəl küçələri, necə də gözəl yolları, necə də gözəl təbiəti var Xankəndinin. Xankəndinin insanları da gözəldir, özü də gözəldir. Sanki bir göyərçinə bənzəyir Xankəndi. Sülh və əmin-amanlı Xankəndi. Başım üstə məğrur dalğalanan. Əlbəttə ki, Xankəndi hər gün gözəlləşdikcə həm biz tələbələri, həm də xaricdən gələn qonaqları, eləcə də yerli qonaqları təəccübləndirir və heyrətə gətirir. Necə də gözəlləşir Xankəndi. Balaca daşından böyük bir binaya çevrilir Xankəndi. Necə də gözəl təbiəti var Xankəndinin. İnsanlar da çox sadədir, mehribandır, səmimidir. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. İndi isə Xankəndinin ən gözəl mənzərəsi olan Təvrələr meydanı tərəfə gedirik. Budur, gəlib çatdıq. Görün, necə də gözəldir. Hər ağacı, hər daşı, hər skamyası çox gözəldir. Uzaqdan da görürsünüz, insanlar artıq toplaşmağa başlayır və hər kəs də zəfər paradını izləməyə gəlib. Və budur, əsgərlərin və hərbi orkestrin səsi gəlir. Və biz paradı izləyənlər paradın arxasınca getməyə başlayırıq. Görün insanlar necə də sevinir.
Görün Azərbaycan necə də sevinir. Görün Xankəndi necə də sevinir. Görün Şuşa necə də sevinir. Görün Xocalı necə də sevinir. Görün Quballı necə sevinir. Görün Zəngilan necə sevinir. Görün Laçın necə sevinir. Görün Cəbrayıl necə sevinir. Görün Füzuli necə sevinir. Görün Ağdam necə sevinir. Görün Ağdərə necə sevinir. Görün Kəlbəcər necə sevinir. Görün Xocabənd necə sevinir. Görün şəhidlərin ruhu necə sevinir. Görün qazilər necə sevinir. Görün şəhid anaları, şəhid bacıları, şəhid yoldaşları, şəhid övladları, şəhid ataları necə sevinir. Çünki Azərbaycan artıq tam azaddır. Azərbaycanın suverenliyi var. Azərbaycan tam suverendir. Azərbaycan öz daxili, xarici siyasəti ilə özünü dünyada gözəl tanıtdı və öz azadlığını, öz torpaqlarının vahid olduğunu və ona aid olduğunu göstərdi və bildirdi. Zəfər günün mübarək, anam Azərbaycanım. Zəfər günün mübarək, canım Azərbaycanım. Azad, şənin mübarək, şanım Azərbaycanım. Sənə zəfər yaraşır. Uca zirvələrdə ol. Şan şöhrətlə, qürurla qoca zirvələrdə ol. Zəfərlərin çox olmuş. 30 ildə bu təkdir. Qəzəblərdən, kinlərdən doğulmuş bir mələkdir. Düşmən istehkamını dağıdan bir fələkdir. Əhsən olsun yurdunun o mərd oğullarına, canını qurban verən cömərd oğullarına. Qan utdurdu düşmənə, mübariz sadiq oldun. Toy büsata büründü, o əsir məhbus yurdun. Qarşında düşmənlərin boynunu əydin, qırdın. Eşq olsun o mübariz, o yenilməz orduna. Zəfər adı yaraşır o mübarək adına. Şəhidlərin qanı ilə zəfər sözün həkk etdi. Tarixin yaddaşına, dağa daşa bərkitdi. Şəhadət körpüsü ilə bu dünyanı tərk etdi. Şəhidlərin mərdliyi mərd başını ucaldır. Cənnətin quşlarıdır, məqamları ucadır. Azərbaycan, Azərbaycan, sən nə gözəl diyarsan, sən necə də azadsan, Azərbaycan. Dağlarının başı qarlı, sinəsi yaşıl ormanlı, dərələrin şirin barlı. Azərbaycan, Azərbaycan, səhraların sümbüllüdür, İl-müdam üstü güllüdür, bağçaların bülbüllüdür. Azərbaycan, Azərbaycan, durna gözlü bulaqların, cənnət kimi yaylaqların, geniş-geniş oymaqların. Azərbaycan, Azərbaycan, ormanında maral gəzər, çöllərində ceyran süzər, göllərində qazlar üzər. Azərbaycan, Azərbaycan, ilxında ayğır kişləşir, naxrında buğan güləşir, süründə əmlik mələşir. Azərbaycan, Azərbaycan, qayaların əlvan mərmər, belində var qızıl kəmər, bir yanında bəhri Xəzər. Azərbaycan, Azərbaycan, sinan odu şölə salır, dünya səndən işıq alır, verməyəndə zülmət qalır. Azərbaycan, Azərbaycan, ipək, pambıq, yunun çoxdur, arpa, buğda, düyün çoxdur, hər şeyin var, nəyin yoxdur? Azərbaycan, Azərbaycan, yer üzündə yoxdur tayın, gür-gür axar neçə çayın, bol veribdir fələk payın. Azərbaycan, Azərbaycan, Laçının var, Tərlanın var, çoxlu şirin dastanın var, qorxun yoxdur, düşmanın var. Azərbaycan, Azərbaycan. Görün necə də gözəl nəsilik ki, bu günləri görmək, bu günlərin şahidi olmaq bizə nəsib oldu və biz də bunlara fərəhlə, qürurla, fəxrlə baxırıq və
Zövq alırıq həyatdan, zövq alırıq dünyadan, zövq alırıq Azərbaycandan, zövq alırıq Qarabağdan, zövq alırıq zəfərimizdən, zövq alırıq şöhrətimizdən, zövq alırıq vətənpərvərliyimizdən, bayrağımızdan, himnimizdən, gerbimizdən zövq alırıq. Polisimizdən, əskərimizdən, həkimimizdən zövq alırıq. Ali Baş Komandandan zövq alırıq. Ona sadiq qalırıq. Dəmir yumruğumuza bağlıyıq. Biz ondan zövq alırıq. Biz Azərbaycandan zövq alırıq. Yarpağından, torpağından, Şuşasından, Kəlbəcərindən, Laçınından, Ağdamından, Ağdərəsindən, Xankəndisindən, Suqovuşanından, Hadrutundan, Qubadlısından, Zəngilanından, hər bir qarış torpağından, şimalından, cənubundan, şərqindən, qərbindən, ayaq bastığımız hər qarışından zövq alırıq Azərbaycanın. Necə də gözəl bir hissdir Azərbaycanda yaşamaq, necə də gözəl bir hissdir Azərbaycanlı olmaq, necə də gözəl hissdir zəfərli, qələbəli, şöhrətli, şanlı, şərəfli dövlətdə yaşamaq, vətəndə yaşamaq necə də gözəl bir hissdir. Əlbəttə ki, bütün bu torpaqlar üçün mütləq bir qan axıb, mütləq bir şəhidin qanı tökülüb, qazinin qanı tökülüb. Amma biz onların qarşısında baş əyirik, onların ailələrinə səbir diləyirik və onlara bildirmək istəyirik ki, hər bir Azərbaycanlı sizin arxanızdadır. Sizin dövlətiniz sizin arxanızdadır. Bizim dövlətimiz bizim arxamızdadır və buna heç bir kəsin, heç bir düşmən belə söz gətirə bilməz. Bunu sizə Azərbaycanlılar deyir. Buna sizə dövlət deyir. Buna sizə vətən deyir. Millətimiz haqq yolcusu. Sağ ol əsgər. Çox sağ ol. Çox sağ ol Azərbaycan əsgəri sən bizə bu günləri yaşatdığın üçün. Çox sağ ol Azərbaycan əsgəri ki, sən öz canının bahasına sən bu günləri bizə yaşatdın. Sən bizə böyük bir fəxarət verdin, böyük bir qürur verdin Azərbaycan əsgəri. Budur artıq, Xankəndidə zəfər yürüşü bitdi. Bu parad bitsə də, əsgərin hər addımı bizim ürəyimizdə döyünür, bizim ürəyimizdə gəzir. Və biz Qarabağ tələbələri Azərbaycanı, dövlətimizi zəfər günü münasibətilə təbrik etdik. Mən Xankəndi, mən Ağdərə, mən Qozalı, mən Ağdam, mən Füzuli, mən Xocavənd, mən Cəbrayıl, mən Zəngilan, mən Qubadlı, Mən Kəlbəcər, mən Şuşa. biz azad Qarabağın gələcəyirik. Yaşasın Azərbaycan. Ben bir milletem, tarih yazan, zaferin dillere dastan gül savaşında bütün cihan vermeden öz torpağından.